mütləq Azərbaycan dilini bilmək lazımdır. Harda vurğu düşməlidir, sait samit yerini ki, bəhr qırılmasın, ahəng pozulmasın. Meyxana deyənlərin fərqi ondadır ki, şairlərlə belə çıxır, Qəhrəman müəllim. Yəni ki, şairlər şeiriyyatın bütün tələblərinə uyğun, hamısını ora şamil eləmək olmaz. Bəzi söz üstadları var ki, onlarda məntiq yerindədir, təfilə yerindədir, bəhri qorumaq yerindədir, məna yerindədir. Hətta qəliblərə qədər fikir verir. Bəli, bəli. Allah sizdən razı olsun, Qəhrəman müəllim. Amma indi Bədayətən deyənləri qınamaq olmaz da. O Bədayətən deyənlər oturub yazısı olsa, əlbəttə ki, çalışarlar ki, orada hər şey mükəmməl olsun. O şey ki, Bədayətənli biraz az, gödək, uzun, nəsə orada biraz xırdalıq ola bilər. Nöqsan deməzdim, yəni haradasa biraz tələb şərtlərə, standartlara uyğun olmayan bir şey ola bilər. Amma o keçərlidir, niyə? Çünki Bədayətəndir. Fərqli janrlardır, yəni şairlərin yolu ayrıdır. Bədayətən söz ustalarının yolu ayrı. Xalq arasında belə bir deyim var, Qəhrəman müəllim. Musiqili meyxana. Zəhmət olmasa o dinləyicilərin ixtiyarına çatdırardı. Musiqili meyxana deyəndə onsuz da dediklərimizin hamısı musiqilidir, musiqisiz deyil. Sadəcə klasik meyxana var, köhnə yolundan olan. Bir də müasir meyxana var ki, ona biraz rəh qatırlar. Pis deyil, amma əndazəsində olsa daha gözəl olar, daha yaxşı səslənir. Çünki əziyyət çəkirlər, müxtəlif əruzun bəhirlərində qururlar, ora musiqi əlavə edirlər və bilmək lazımdır ki, hansı hecalar, hansı muğamdan yaxşı vəhdət təşkil edir, o muğamı seçmək lazımdır, ona üstünlük vermək lazımdır. Misal üçün, mən adi bir şey deyim, Səri Bəhri 11 hecanı, Bayat Şirazda desən necə gözəldirsə, götürsək Rəməl Bəhrini ya 14-15 hecada digər başqa növlərdə Həcəz Bəhrini. Olsun Həcəz Bəhri. Onlar daha yaxşı Bayat Şirazda səslənə bilir. Daha xoş olur. Çünki orada biraz lirikaya yaxınlıq gəlir, amma Səri Bəhri mənaca bilirsiniz ki, sürətli deməkdir da. O artıq itilik olanda o muğamda o yaxşı olar ki, şurada səslənsin. Neçə bəhir növü var, Qəhrəman müəllim? Bəhir çoxdur da, çoxdur.